Vətən müharibəsi zamanı yaralansa da, hərbi hospitaldan yenidən döyüş meydanına qayıdan Atakişiyev Kamil Arazoğlu 12 iyun 2000-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Orta təhsilini 2006-2017-ci illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbində alan Kamil 2018-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. O 2020-ci il yanvarın 5-də təxris olunub. 2020-ci il sentyabrın 27-sində başlanan Vətən müharibəsi Kamildən də yan keçmir. Sentyabrın 29-da səfərbərliklə yenidən ordu sıralarına çağırılan Kamil Atakişiyev Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Kəşfiyyat bölüyündə manqa komandiri olub. O Cəbrayılda bir dəfə ayağından yaralanıb, bir neçə gün xəstəxanada yatdıqdan sonra yenidən döyüşlərə qatılıb. Kamil Atakişiyev noyabrın 5-i Laçın dəhlizində şəhidlik zirvəsinə ucalıb. Onun nəşini ancaq 20 gündən sonra götürmək mümkün olub. Kamil Atakişiyev noyabrın 27-sində Oğuz rayonunun Xaçmaz kənd şəhidlər xiyabanında təntənəli mərasimlə dəfn olunmuşdur. Subay idi. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Atakişiyev Kamil Arazoğlu ölümündən sonra vətən uğrunda Cəbrayılın, Qubadlının, Laçının azad olunmasına görə və hərbi xidmətlərə görə medalları ilə təltif edilib.